Salam dostlar, mən Elvin Əsgər, rəqəmsal marketoloqam. Bu gün sizə Google Analytics-in ilk quruluşunu göstərəcəm. Bura hardan gəlirik? Bura gəlmək linkini mən açıqlama bölməsinə artıracağam. Siz oradan keçid edərək baxa bilərsiniz. Burada Start Measuring daxil oluruq. Bundan sonra hesab açılır. Hesab adına istədiyiniz adı yaza bilərsiniz. Məsəl üçün Elvin Əsgər. Ondan sonra bunu seçə də bilərsiniz, seçməyə də bilərsiniz. Google məhsulları, servisləri, texniki support. Bunu seçdikdən sonra next edirik. Bundan sonra property details gəlir. Türkcə mülk deyilir. Yəni belə fikirləşin, bir hesab olur. Bir hesabın altında bir neçə mülk ola bilər. Bunu da test 1 mülkü, ikinci mülk yarasaydım test 2 mülkü, belə fikirləşin. Ondan sonra olduğunuz ölkəni seçirsiniz, Azərbaycan. Bu dollar qala bilər, istəsəz TL-yə dəyişə bilərsiniz. Sonra next edirik. Ondan sonra sizin biznes haqqında məlumat soruşur. Bu o qədər də önəmli deyil. Bu sadəcə anket xarakteri daşıyır. Yəni bu small seçə bilərsiniz, medium seçə bilərsiniz. Dediyim kimi heç bir önəm kəsb etmir. Burada sizin gördüyünüz işin, məsələn, kompüter, elektronik seçirik. Next edirik. Ondan sonra sizin biznesə aid olanları seçməyi deyir. Burada bir neçəsini də seçə bilərsiniz. Birini də seçə bilərsiniz. Məsəl üçün bunları seçdik, sonra create edirik. Bu müqavilə bağlamaqdır. Burada Azərbaycan seçib accept edirsiniz. I accept. Burada nə etmək istəyirik? Bizdən onu soruşur. Biz web səhifə üçün Google Analytics qururuq. Web səhifəyə gələn trafikin hardan gəldiyini, səhifədə nələr etdiyini görmək üçün web seçirik. Qurmaq istədiyimiz səhifənin linkini bura artırın deyir. Məsəl üçün elvinəskər.com elvinəskər.com. Bu adı qarışmasın deyə burada Elvin Əsgər yazıram. İstədiyiniz adı yaza bilərsiniz bura. Niyəsə error verdi. Burada www. Burada daxil edəcəyimiz web səhifənin domenini yazırıq. www.elvinasker.com. Bura qarışmasın deyə yenə Elvin Əsgər yazıram. Bura istədiyiniz adı yaza bilərsiniz. Ondan sonra create stream edirik. Bunu etdikdən sonra hər şey bitirmi? Yox, əlbəttə. Belə olsaydı əgər hər kəs rəqibi olan şirkətlərin domenlərini yazıb onların məlumatlarını ala bilərdi. Onun üçün biz bunu Google Tag Manager-ə artıracağıq. Əgər Google Tag Manager-iniz yoxdursa və yaxud da ki qurmağı bacarmırsınızsa, YouTube-da search edərək və yaxud da ki mənim digər videolarıma keçid edərək baxa bilərsiniz. Burada nə deyir? Deyir ki, əgər 48 saatdan əvvəl qurulubsa, qurmuşsa, əgər veri gəlmirsə, onda yenidən yoxlayın. Amma 48 saat ərzindədirsə, yəni gözləməyinizi istəyir. Bu ola bilir bir gündə çəkir, ola bilir 1 saatda, 2 saatda, maksimum 48 saat ərzində artıq verilər internet səhifəsindən Google Analytics-ə gəlir. Burada kopyalayırıq, bu measurement ID-ni kopyalayırıq. Google Tag Manager-ə keçirik. Google Tag Manager-də taglərə daxil oluruq. Burada new edirik. Yeni tag yaradırıq. Burada qeyd üçün qarışmasın deyə adını qoya bilərik. Məsəl üçün Google Analytics 4. Ondan sonra klik edirik. Burada Google Analytics 4 configuration var, event yox. Bu birinci olan. Bunu seçirik. Measure ID-ni yapışdırırıq. Ondan sonra aşağıda trigger seçirik. Triggerdə bütün səhifələr all page seçirik. Niyə all page seçirik? Çünki bizə səhifəmizə gələn trafikin bütün səhifələrimizdə nə etdiyini görmək üçün all page seçirik ki, bütün səhifələrdə olan məlumatları bizə ötürsün. Bundan sonra save edirik. The container already has tag with name. Please choose a different tag name. Bu adda olduğuna görə fərqli ad deyir. Test üçün mən açmışdım. Google Analytics 4 Elvin yazıram.
Ora hər hansı bir ad yaza bilərsiniz. Və gördüyünüz kimi gəldi. Bundan sonra submit edirik. Submit etməsəz bu paylaşı aktiv olmayacaq. Yoxlam işləyib-işləməyəni yoxlamaq üçün birinci preview edirik. Preview vurduqdan sonra baxaq. Elvin Əskər. Continue edirik. Elvin Əskər səhifəsi açıldı. Ondan sonra qaydırıq. Burada baxırıq. Taxfire GA4 bizim qurduğumuz tag aktivdir. Əgər aktiv olmasaydı, tax not fired burada düşəcəkdir. Burada aşağıya düşəcəkdir. Artıq qurduğumuz aktivdir və bunu submit edirik. Bura hər hansı bir versiyadır, fərqi yoxdur. Versiya 1 yaza bilərik. Publish deyirik. Artıq hazırdır. Sonra Google Analytics-ə qaydırıb buradan çıxış edib ana səhifəyə keçə bilərik. Next edirik. Data collection is pending. Continue to home. Artıq burada reportlara keçib buradan gələn veriləri görə bilərik. Bu videoluk bu qədər. Sağ olun.